Türkiye hava hücumundan müdafiə imkanlarını genişləndirir. Bir qədər əvvəl Türkiyənin Milli Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən Malatyada Patriot yeni hava hücumundan müdafiə sistemləri yerləşdiriləcək. Türkiyəni bu addıma vadar edən səbəblər isə İranla Amerika Birləşmiş Ştatları və İsrail arasında davam edən müharibə və bu müharibə fonunda son bir həftə ərzində 2 dəfə Türkiyəyə balistik raketlərin atılması ilə bağlıdır. Dünən Prezident Rəcəb Tayyip Erdoğan İrandan balistik raketin atılması məsələsinə münasibət bildirib bir daha. O qeyd edib ki, başda Can Azərbaycan və Körfəz ölkələri olmaqla qardaş ölkələrə hava hücumlarının edilməsi qəbul edilməzdir, yanlışdır və bu qardaş ölkələr arasında düşmənçilik toxumlarının səpilməsindən başqa heç bir işə yaramır. Türkiyə prezidenti qeyd edib ki, Ankaranın xəbərdarlıqlarına riayət edilməlidir. Ankara zəruri xəbərdarlıqları edib bununla bağlı çox açıq şəkildə İrana və 1000 illik qardaşlıq, dostluq, qonşuluq münasibətlərinə kölgə salacaq addımlardan, təxribatçı addımlardan Tehranı çəkinməyə çağırıb. Axşam saatlarında İranın Ankaradakı səfiri Həsən Məhəmməd Həbibullazadə Türkiyənin Xarici İşlər Nazirliyinə çağırıldı və Ankaranın məsələ ilə bağlı etirazı və narahatlığı səfirin də diqqətinə çatdırıldı və izahat tələb olundu. Yenə axşam saatlarında İran prezidenti Pezeşkiyanla Türkiyə prezidenti Rəcəb Tayyip Erdoğan arasında Tehranın təşəbbüsü ilə telefon danışığı baş tutdu. Türkiyə prezidenti fikirlərini həmin danışıq zamanı da İran tərəfinə çatdırdı. İran prezidenti isə Türkiyəyə atılan raketin mənbəyinin İran olmadığını bildirdi və məsələnin hər tərəfli araşdırılacağını qeyd etdi. Bu arada Türkiyənin gündəmində bugün də bu məsələ önəmli yer tutacaq. Türkiyə parlamentində xüsusi toplantının keçirilməsi nəzərdə tutulur və həmin toplantıda Xarici İşlər Naziri Hakan Fidan və Milli Müdafiə Naziri Yaşar Gülər'in İran ətrafında yaranmış vəziyyət, ümumiyyətlə regionda yaranmış vəziyyətlə bağlı millət vəkillərini məlumatlandırmaları nəzərdə tutulur. Bu toplantının qapalı keçəcəyi və ictimaiyyəti, kütləvi informasiya vasitələrinə hər hansı məlumatın verilməsi gözlənilir.